Karanlık kalan yerlerden herkese salamlar. Rəşad Dağlı elə bir şəxs, elə bir söz ustadıdır ki, onun haqqında təbii ki, nə qədər danışsaq az olar. Onun sənətindən, insanlığından, yaradıcılığından, tək mənim yox, o bütün meyxana deyənlərin bəlkə də bir həsədlə izlədiyi rəqibi yox, dostu olub, həmkarı olub. Mənim Rəşadla tanışdığım 2013-cü ilə təsadüf eləyir. Bir dost məclisində elə ilk görüşdən o isti münasibətini göstərməklə fərqlənmişdi, könlümə bir yer tapmışdı. Daha sonra, bir il sonra isə 2014-cü ildə Degəlsin yarışması oldu. Mən orada iştirak edirdim. Rəşad Dağlı münsiflərdən biri idi. Və bir il keçməsinə rəğmən, həmin o bir il ərzində biz bir dəfə görüşsək də, elə ilk sınaqlarda Rəşad məni xatırladı və xatırladığını bildirdi. Sonra yarış boyu Rəşad sağ olsun ki, məni ilə bir xüsusi isti münasibət göstərdi. Çox böyük dəstəkləri oldu. Rəşadın elə o mənəvi dəstəyi mənə kifayət elədi ki, mənə o ruhu, gücü verdi ki, mən sonda yarışda qalib ola bildim. Və xatırlayıram, final görüşündə artıq hər şey bitəndən, sonlanandan sonra Rəşad iştirakçılar haqqında bir neçə söz dedi, hər kəsin haqqında bir söz dedi. Növbə mənə çatanda isə belə bir söz işlətmişdi ki, Pərviz bu yarışın gözü idi. O sözün üstündən 10 il keçsə də hələ də xatırlayıram, çünki o qədər mənə xoş təsir eləmişdi. Bugünkü gün Rəşad artıq bir neçə müddətdir bizim aramızda deyil, amma Rəşad onu bilsin ki, Rəşad Dağlı da elə meyxananın gözüdür. Və ümid eləyirəm ki, tezliklə bizim gözümüzün intizarı bitər. Rəşad həm ailəsinə, həm də onu minlərlə sevən söz xiridarlarına qovuşar. Allah Rəşad Dağlının qapısını açsın. Sənətdə də həmkarımız, həyatda da dostumuz, qardaşımız, mənə qarşı münasibəti xoş olan bir insan. Mənim yadımda qalacaq, ayrıca yeri olan bir insan, gözəl, dəyərli sənətkar. Bir dəfə məni toya çağırdı, məclisə çağırdı. O 20 yanvar tərəfdə Səma Şadlıq evi var, səhv eləmirəmsə. Tələsik getdim evdən. Çatdım da məclisə, meyxananı dedim, qutardım. Gördüm, Allah qapısını açır, Rəşad Dağlı belə çox qəribə bir maraqla mənə baxır. Allah canını sağ eləsin, o məclisdə Ruslan Müşfiq Abadlı da var idi. Buradan salamlayıram. Dedilər, şair, belə tələsik çıxmışsan evdən deyəsən. Dedim, hardan bildiniz? Doğrudan da belə qaçaqov çıxmışam evdən. Dedilər, deyəsən, ayaqqabıya geyinəndə yaxşı nəzər yetirməmsən, tələsik geyinmişsən. Birinci bunu Rəşad görüb, amma Rəşad demədi. Ruslan konkret olaraq dedi ki, ayaqqabını tay dəyişik geyinmişsən. Baxdım, gördüm ki, qara ayaqqabılar olub qapına, tələsik geyinmişəm. Demək, ayaqqabının birinin ucu, belə də, uclu şəkildə, birinin ucu kvadratlı şəkildə, ikisi də maz vurulmuş, parıldadılmış, yəni ayaqqabılarımdır, qoyuram qapının ağzına. Tələsik geyinəndə birini ayrı geyinmişəm. İndi məclisdən çıxa da bilmirəm ki, görsələr, dedim, vallahi nətər eləyək. Rəşad Dağlı meyxanada öz sözünü demiş meyxana deyənlərdən biridir. Yəni, bugünkü gündə Rəşad, maşallah, cəmaatın yaddaşında bir meyxana sütunlarından biri kimi yaddaşlardadır. Rəşad haqqında mən onu deyə bilərəm ki, Rəşad gənc meyxana deyəni idi. 2001-dən sonra Rəşad yarışdan sonra bizim hardasa münasibətimiz yarandı. Rəşad gəldi, getdi, Əhmədlidə neçə dəfə oturduq, neçə dəfə məclislərimiz oldu. Hətta
tez-tez gəlirdi. Bir Qaz 24-ləri var idi, belə deyək. Tez-tez gəlirdi Əhmədliyə. Mən onda heç bizdə avtomobil heç yox idi. Rəşad gəlirdi ki, hara lazım gedək, gələk. O dərəcədə yaxınlıqlarımız var idi Rəşadla ki, münasibətimiz çox gözəl idi. Gəlirdi, tez-tez otururduq, münasibət saxlayırdıq və onda Rəşadın yanında bir-iki meyxanədənlər də o köhnə meyxanədənlərdən var idi və onlarla bir yerdə idi Rəşad, tez-tez görüşürdülər. Bir Qara Tərlan var idi, ləqəbi indi Qara Tərlan deyirəm, biraz rəngi siyah deyə ona Qara Tərlan deyilir, ləqəbi də odur. Bir yerdə idilər, tez-tez görüşürdük. Hətta yəni bu Bəhri meyxana aləminə mən gətirmişəm, belə deyək. Məndən qabaqda heç kimdən eşitməmişəm, heç kimdən görməmişəm və məndən sonra bu bəhri yayıldı. Birincə mən onu Əhmədlidə tutmuşdum. Biri var idi, biri yox idi, bir dənə sən var idin. Bugünkü gün indi o bəhri demək olar ki, bütün toylarda deyilir. Onu birinci dəfə Əhməddə tutdum. Öz aramızda Akşin, Qaraçıxu, Namiq, Aydın, Didik belənçilər. Sonra elə bir ki, Rəşad, o Qara Tərlan, mən tutdum bu qafiyənin birində, böyük yerindədir, uşaq yerində. Bu qafiyə yadıma qədər tutdum, Didik. Bir şair vardı onun adı gündə, Rəşad üçün çox maraqlı gəldi. Qoş, bu nə bəhər dedim, valla tutmuşam maraqlı bir şeydi. Sonra elə axıra qədər təsdiqləyirdi ki, bu qafiyəni birinci də səndən eşitdim. Sonra bu qafiyə yayıldı, belə deyək. Belə bir yaxınlıqlarımız var idi, gəlirdi, gedirdi, çox yaxınlıqlarımız var idi. Allah Rəşad Dağlının qapısını açsın, gözəl sənətkar, yaxşı dost, Allah tezliklə onu ailəsinə qovuşdursun. Rəşadla bizim tanışdığımız da el şənliklərində olub. Hətta 2014-cü ildə o bizim Degəlsində 2014 səhv eləmirəmsə, Degəlsin layihəmizdə bizim münsif heyətimiz olub. Rəşadın meyxanası haqqında məncə danışmağa ehtiyac yoxdur. Bunu necə deyərlər, bir görünən kəndə bələdçi lazım deyir. Qaldı ki, insanlığını da, yəni onu ilə münasibətdə, onu ilə dostluq eləyən insanlar bilir ki, bu Rəşad necə səmimi insandır, necə dost yolunda fədakar oğlandı. Rəşad, Allah Rəşadın tezliklə qapısını açsın. Mən birinci növbədə yaralı yerimə toxunmaq istəyirəm. O da nədir? Rəşadın məlum hadisə baş verəndən sonra meyxanadan uzaqlaşmasının meyxanaya böyük təsiri oldu. Rəşad tutulandan sonra artıq hiss olunmağa başladı ki, Rəşadın meyxananın çərçivədə qalmasında böyük rolu var idi. Mən demirəm, digər ustadların da bu işdə səyləri böyük olub, ancaq hiss olundu ki, Rəşad qədər bu idarə etməni bacaran yox imiş. Meyxana çox böyük zərbələr gördü Rəşad tutulandan sonra. Biz Rəşadla uşaqlıq dostuyuq. Təxminən bizim dostluğumuz 2000-ci ilin əvvəlindən başlayır. 25 ilə dayanır artıq bizim dostluğumuz. Çox mehriban dost olmuş. Ümumiyyətlə bizim oturub durduğumuz dairə çox mehriban dairə olub, ancaq istənilən o kruq deyirlər rus dilində, istənilən kruqda hansısa kimlərsə bir-biri ilə yerdə qalanlara nisbətən daha yaxın olur. Yəni bir köynəyə yaxın məsələsidir. Həmin bizim də oturub durduğumuz dostların içində əksəriyyəti meyxana deyənlərdir. Onların arasında bizim Rəşadla yaxınlığımız, münasibətimiz, dostluğumuz tamam başqa cür olub. Vaxt olub ki, mən institut dövrlərindən danışıram. Vaxt olub ki, mən institutdan dərsdən gəlmişəm, görmüşəm. Rəşad mənim otağımda uzanıb yatıb, yəni oradan gəlib mənə çağırmağa görüb evdə yoxam. Yəni ərk yana bir evin, öz doğma evi kimi gəlib oturub gözləyib və yaxud istədiyi kimi uzanıb yatıb. Elə vaxt olub mən onların qapısından keçmişəm, az olmuşam, heç baxmamışam Rəşad evdədir yoxsa yox, girmişəm, yəni belə ərk yana.
Rəşad haqqında çox danışmaq olar, saatlarla danışmaq olar. Mən deyərdim bəlkə günlərlə də danışmaq olar. Rəşad çox böyük sənətkardır. Rəşad meyxananın bu günə qədər yetişdirdiyi barmaq sayı qədər seçilən meyxanaçılardan biridir. Rəşadla ilk tanışdığım harca təsadüf edir 2008-2009-cu illərə. Yasamalda Nənəmgil məhəlləsindən aşağıda meydanlar olurdu, orada tanış olmuşam. Və uğurlarını həmişə sevindiyim şair olub. Həm bir kəndli kimi, həm yerli kimi, həm meyxananın yaxşı tərəflərini üzə çıxartdığına görə həmişə sevinmişəm uğurlarına. Allahın qapısını açsın, inşallah ki, tezliklə xiridarlara, sevənlərini qovuşsun. Sənətə, meyxanaya lazım olandır bugünkü gün. Deməli, Rəşad Dağlını salamlayıram buradan. Rəşad Dağlı gözəl sənətkar idi. Gözəl sənətkar idi ya. Rəşad Dağlı heç vaxtı, 3 şey heç vaxt yadından çıxartmazdı. 1, dostlarının telefon nömrəsini. Bir yaxşılığı, bir də pisliyi. Ona bir dənə yaxşılıq eləyərdin, görərdin ki, o elə bir yerdə gəldi, sənin o yaxşılığın cavabını verdi ki, orada sənə hava, su kimi lazım idi. Amma xırda bir dənə nəsə onun qəlbinə deyərdin, o elə bir yerdə gəlib onu cavablandırardı ki, yadıma düşərdi ki, bir neçə vaxt bundan qabaq elədiyimin cavabıdır bu. Gözəl bir insan, gözəl sənətkardır. Mənim Rəşad Dağlı ilə tanışdığım haradasa səhv eləməmsə 2000-ci illər olardı, 2000-ci il olardı. Burada Binəqətdə bir toy vardı. Deməli, rəhmətli Əlislam, Qobulu Mehman, Allah rəhmət eləsin, bir də Rəşad. Gəldilər toya, burada bir ağarza var, ağarza Binəqətdə o, Yasamalda bərbər işləyirdi. Meyxana deyəndən hamısı bunun yanına yığılırdılar, meyxana deyirlər. Yaxşı, xeyirdardır. Baxsa, onu da salamlayıram. Səhv eləməmsə o gətirmişdi onları. Onda heç Rəşad Dağlını heç kim tanımırdı. Orada mənlə bir, hələ təkbətək də dedi. Qafiyəni də ağarza verdi. De görüm, hansı gözəldir, gözə hərdən görünür. Bax, belə bir qafiyə verildi. Onda mənim olardı haradasa 23-24 yaşım. Rəşadın 15 yaşı, 16 yaşı olardı. Məndən 2 dəfə yaxşı deyirdi. Baxdım belə ki, o, bu nə deyir, bu iş tamı. Sonra deyəsin başladı, yavaş-yavaş bunu tanıdılar. Bu, sən necədir? Bir var ki, ağacı gətirəsən, əkəsən, ona su verəsən, köbrə verəsən, dərman verəsən, ağac böyüsün, üstündə meyvə olsun. Bir də var ki, ağac görsən 2 daşın arasından çıxır, üstündə də dadlı meyvələr. Heç vaxtı 5 dənə meyxanadan olsun, 10 dənə meyxanadan olsun, heç vaxt istəməzdi ki, orada kimsə bundan yaxşı desin. Çox prinsipial adamdır ya, meyxanası da prinsipialdır. Heç vaxtı barışmırdı da kimsə bundan yaxşı meyxana desin. Bir var ki, 15-16 yaşından stol üstülər başlaya-başlaya ildən ilə artarsan. Bunda elə də öyle, bu elə meyxanaya başlayandan yaxşı meyxana deyir. Rəşadla tanışdıq, uzun illərə söykənmir əslində. Mənim onu tanımağımdan söhbət gedmir də, tanışdığımızdan söhbət gedir. Allah rəhmət eləsin, Ələkbər Yasamallının səhv eləmirəmsə Batısoğlu dünyasını dəyişmişdi. Həmin məclisdə tanışdığımız yaranıb, oradan yasdan çıxandan sonra da oturmuşduq bir yerdə. Maraqlı, əslində Rəşadla hər görüş maraqlı idi, maraqsız nəsə yox idi. Ad günümdə, pandemiya vaxtında belə bir ki, ani qərar verildi ki, ad gün edirəm evdə. O da adam sayı məsələsi var idi ki, müəyyən qədər adam sayından sonra olmaz yığışmaq bir yerə. Zəng elədim ona, deyirəm ki, bəs ad günümdür, mümkünsə sən də gəlsəydin xoş olardı. Hə, deyir, nə vaxtdır inşallah? Deyirəm ki, 1 saatdan sonra. Və 1 saatdan sonra ad günü olur. Sağ olsun, yenə də gəldi, 1 saat çəkmədi. Allah onun qapısını açsın. Həqiqətən yeri görsənir. Mən onu çox istəyirəm. Var olsun. İnşallah ki, azadlığa qovuşar.
öz əzizlərini, yaxınlarını, doğmalarını, onların timsalında da bizim hər birimizi sevindirər. Bir də bir şey planlamışdıq. Yasamalda Aydın əmi var, onu salamlayıram. Hamının Ataşdəvir kimi tanıdığı Ataş Hüseyin, Aydın əmi, mən, Rəşad, bir də Telman var, dostumuzdur. Ona da salam göndərirəm. Bir şey danışmışdıq ki, 2-3 maşın gedək Xızın bütün kəndlərini gəzək. Yolda piknik eləyə, çıxaq səyahətə Xızın bütün kəndlərini gəzək. Sonra pandemiya düşdü, qaldı. Ondan sonra da təəssüflər olsun ki, bu xoşa gəlməz hadisə baş verdi. Rəşad bizdən ayrı qaldı. Bu şey həyata keçmədi. İnşallah ki, azadlığa çıxandan sonra Allah nəsib eləsin, o plan həyata keçər. Əslində bizim Rəşadla bu baş verən məlum hadisədən öncə məsafəli bir pərdəli münasibətimiz, salam məhkimiz olub. Ümumilikdə yəni məclis baxımından, toy baxımından 4-5 məclis, yəni eyni məclisi bölüşmüşük. Amma bir neçə dəfə stol üstü meyxanalarda, yəni bizim bir yaxın dostumuz var. Onun dəvəti ilə Rəşad da orada iştirak edib. Həm yəni orada meyxana demişik, həm müəyyən mövzular haqqında söhbət eləmişik, danışmışıq. Orada yəni başqa digər meyxanələrdə sözsüz iştirak edirdi. Hətta müəyyən dövr Ramazan ayına təsadüf edirdi. Hətta olurdu ki, imsak vaxtına qədər elə həmən yerdə imsak da eləmişik. Çox maraqlı, çox xoş olan bir söhbətlərimiz olub aramızda. Rəşad haqqında çox şey danışa bilərəm. Allah birincisi Rəşadın qapısını açsın inşallah. Balaların, ailəsinin üstündə olsun. Rəşad haqqında mənə görə, mənim subyektiv fikrimdir, çox şairlər var Azərbaycanda, çox meyxaniyənlər var. Yenə deyirəm, bu mənim öz subyektiv fikrimdir ki, mənə görə Rəşad gəlmiş, keçmiş ən fenomenal meyxaniyəndir. İstər onun toylarda liderliyi, istər məclisə əl almağı, istər meyxanası, yəni həmişə bir mənalı şəkildə möhtəşəm olub. Rəşad barəsində yəni valla, yəni cavan yaşına, Rəşad məndən 2 yaş balacadır, səhv eləmirəmsə. Rəşadın meyxanaya verdikləri yəni əvəzsizdir. Rəşad meyxanaya temp gətirdi. Rəşad meyxanaya yəni kütlənin çoxalmasında Rəşadın çox böyük rolu var. Yəni həddindən artıq, yəni necə deyim, bunu danmaq yəni mənə görə naşişlikdir. Yəni özünü hörmət edən şair yəni bunu dana bilməz ki. Ya bir daha deyirəm, Allah qapısını açsın inşallah. Rəşadı yenidən meydanlarda görək. Yəni Rəşad meyxananın həqiqətən də sütunlarından biridir. O bəzi Allah qəni rəhmət eləsin, bir köhnə aktyorlara o hegemon sözü var da bir dənə. Həqiqətən də o Rəşad hegemon şairlərdən biridir ki, meyxana aləmini yenə edirəm, gəlmiş, keçmiş, həm fenomenal, möhtəşəm bir şairdir. Yəni Rəşaddan dübarə ikincisi gələcək, gəlməyəcək, yəni o biraz müəmmalıdır. Açıq mən inanmıram, Rəşaddan bir də gəlsin. Yenə deyirəm, Allah Rəşadın qapısını açsın inşallah. Allah səlamət eləsin. Buradan da salamlayıram Rəşadı. Var olsun. Allah tezliyin ona azadlıq nəsib eləsin. Yenə də məclislərimizdə meyxana səhnələrində görək Rəşadı. Qaranlıq qalan yerlərdən hər kəsə salamlar.
İndi özümü də gülmək tutub. Allah şahididir ki, adam da çox baxacaqlar, görsələr belə də mənim üçün yaxşı çıxmır. Gördüm ki, bir dənə oyun havası zakaz verdilər. Oyun havası olanda hamısı çoxsu qalxır. Girdim cəmaatın arasına. Kiblarla qolumu qaldırdım. Elə bu küt bayıra çıxanda şairlər biri, onlarla qoşuldum, çıxdım ki, onsuz da orada kütün arasında görünmür axı. Gələn kimi də oradan oturdum o dəqiqə taksiyə ki, tabii da rahatçılıqdır sür evə. Belə bir hadisə olub. Amma Rəşad Dağlı zametqə eləmişdi ki, sonra Ruslan Müşfiqabad dedi ki, şair ayaqqabı tay dəyişik geymişsən. Tələsik belə toy məclisi olub. Belə bir gülməli yanlar olub. Bir xeyli onu deyib güldü. Allah qapısını açsın Rəşadın. Bütün şairlərə hörmətim var. Rəşad mənə qarşı xüsusi hörməti olan bir insan olub. Böyük kiçikliyi saxlayan bir insan olub. Arzu edirəm ki, Allah tezliklə qapısını açsın. Allah can sağlığı versin. Rəşadla bağlı xatirələrimiz çox olsa da indi hal-hazırda bir yadımda olanı yoxdur ki, bir maraqlı hadisə kimi danışım. Amma çox el şənliklərində və hətta bir neçə rayonlara da bir yerdə toylara necə deyərlər, qoşulub getmişik, yolda maraqlı söhbətlərimiz olub, danışmışıq, demişik, gülmüşük. Allah tezliklə qapısını açsın, yenə o günləri bizi Allah qaytarsın. Necə deyərlər, dostumuzla, qardaşımızla bir yerdə olaq. Gəldi, bir mağam çatdı ki, Rəşad bir ara meyxanalarla biraz kənarlaşmışdı. Sonra elə oldu ki, təzədən eşidirdik, Yasamal toylarında, orada, burada Rəşad görüşürdük, bəzi kənd toylarında. Yəni, hörmətimiz birimizə maksimum dərəcədə, yəni, hörmətimizi saxlayırdıq bir-birinin və mən də gördüm, bu istedadlı bir cavandır. Bu da mənə başqa cür yanaşırdı. Gəldi, çatdı bizim 2006, onda da Rəşad Vahid Qədimlə də bir ara yaxınlığı, ortaqlığı var idi. Toylara bir yerdə gedirdilər Vahid Qədimlə. Vahid bazarda qədər, yəni bir yerdə daha çox olurdular bizə baxanda. Rəşadla biz görüşəndə görüşürdük, öz aramızda danışırdıq, gəlirdi, gedirdi. Sonra elə oldu ki, bu artıq bizim hansı ki, bu 2006-2007 dəqiqəsin oldu ki, hansı ki, o bütün ustadlar 10 kez daha yarışdı. Orada bir, yəni şey çıxmasın, əsas o bizim Yusif aparıcından bütün işləri mən görürdüm ki, göndərirdim ki, yəni bununla danış, bununla belə danış, bununla belə danış, bütün iştirakçıları yığmaqda mənim böyük rolum oldu ki, hər ilə necə danışmaq lazımdır. Hamının dilini bilirdim deyə Yusifə dedim, get elə danış. Axırıncı 11 iştirakçımız yığıldıq, axırıncı iştirakçımız qaldı. Vüqar Əbülov, 12-ci iştirakçı o idi. Vüqar yığdı mənə ki, qardaş, Vüqarın da onda daha biraz işləri başqa cür idi. Onda duetləri daha çox oxuyan vaxtları idi. Yəni bu dəyişmə meyxanalarından biraz uzaq dayanan vaxtı idi. Yığdı mənə ki, Vüqar ki, ay mehman, indi bu gəlirlə mənə danışırlar. Mən bura çıxsam, mən itirərəm, qazanaram, bilmirəm, amma mən belə şeylərdən uzağım. Mən istəyirəm buradan inciməsiz kənar dayanardım. Dedim, niyə inciyirik ki, qardaş? Yəni, gəlmirsənsə, dəqiqindən biz də belə deyik, yox, mən gəlmirəm. Mən də onlara məlumat verdim ki, Vüqar gəlmir, mənə danışdı. Neyniyə, kim olsun? Başladı ortalıqda bir çapnaşma. Yığıldıq 11 nəfər. Biri dedi, filankəs olsun, biri dedi, filankəs olsun. Yəni, hərə bir nəfəri təklif edirdi ki, kim olsun, kim olmasın. İndi orada onların içində sağlanlar da var, yəni orada iştirak edənlər də var. Yəni, o olsun, bu olsun. Biraz narazılığa yarandı aramızda. Çünki arada elə maraqlı adamları deyirdilər ki, yaşı var, amma nə olsun yaşı var, ortalıqda yoxdur. Mən filan kəsdən demək istəmərəm, mən beləmərəm. Gəldi bir moment ki, həm də orada hamı SMS-də fikirləşənlər çox idi ki, filan kəs gələr, mənə uduzar, belə deyək. Gəldi moment çatdı ki, Vahid Qədim Rəşadı təklif elədi. Dedi ki, burada Rəşad
Dağlı hamımız tanıyırsınız, istedadlı uşaqdır. Belə də cavan da olsa gələcək. Nə var ki, burada nə olsun, onunla yaşlılar burada çoxdur. Cavan uşaqdır, hamımız da qəbul edir, hamımızdan da münasibəti var, hamımız da hörmətini saxlayır. Gəlsin, özə ki, yəni belə o ehtiyat eləyənlərə də dedi ki, bu da belə nəyisə məsələ toplayacaq ki, bu da yəni böyle cavan uşaqdır, bunun nə kütləsi var ki, belə elə. Gəlsin, həm də belə burada iştirak eləsin. Nəsə mən razı oldum, orada razı olmayanlar da oldu. Hətta o razı olmayanların içində sonra onunla ki, dostluq, qardaşlıq eləyənlər, belə elə eləyənlər də oldu, belə deyək. Amma əvvəl razı olmayanlar oldu ki, yox, özəl belə elə. Bir-iki nəfər razı olmayanı mən zəng elədim, razı saldım, bir-iki nəfər belə elə. Rəşadın orada olmanın axırda qərar verəndən sonra ki, olsun da cavan uşaqdır, nə olacaq, biyəm, kimə ziyan dəyəcək, biyəm. Razı saldığımını zəng vurdum Rəşada, dedim ki, Rəşad, haradasan, səninlə işim var. Rəşad dedi ki, Yasamalda bir toy var idi ki, o toyda, mən də həmən gün o toyda idim. Deyir, o toydayam. Dedim, gəlirəm toya, sənə də bir sürprizim var. Dedi, gəl. Yusifi də götürdüm aparıcını, getdik toya. Toyda buna dedim ki, sən bizim iştirakçımızsan. Götürdüm mikrofonla elan elədim. Dedim ki, Rəşad bugündən sonra bizim iştirakçımızdır. Dəstək olun Rəşada, elə siz dağlılar da, Yasamal əhli də, belə də Rəşada dəstək olun. Rəşad iştirakçımızdır. Oradan sonra Rəşad gəldi yarışa. Yarışda da maşallah dediyi meyxanalar göz qabağında və Rəşad oradan belə deyə tutuzdurdu. Rəşad orada belə özünü tanıtdırdı, özünü yəni meydana gəldi. Artıq o 11 neçə ilin ustadları ilə Rəşad çıxdı meydana, meyxana dedi və oradan da Rəşad öz yəni istiqamətini götürdü. Ondan sonra başladı Rəşadın toyları, məclisləri maşallah. Rəşadda bir şey də var idi ki, Rəşad idarə eləməyə bacaran meyxana deyənlərdəndir. Meyxana deyən var ki, yəni yaxşı meyxana deyil, amma idarəçiliyi bir o qədər bacarmır. Rəşadda o şey biraz, yəni o şey çox gözəl alınırdı. Mən bir xatirəni yadıma salmaq istəyirəm. Rəşadın, Allah saxlamışım, möhkəm yatmağı var idi. Rəşad yatanda hələm-hələm o yatmaq olmurdu Rəşadı. Bəzən elə olurdu ki, məclisə getməliyik, toya getməliyik. Gəlirdim mən Rəşad gilə, qapıdan çağırırdım, çıxmırdı, girirdim evə. Anası deyirdi ki, salamlayıram buradan da. Anası deyirdi ki, Rəşad yatıb, oyada bilmir, oyada bilirsən, ged oyad. Nə qədər eləyirdi, oyanmırdı. Allah saxlamış, yatdısa mümkündür, oyanmağı mümkündürdü. Bir dəfə gecə məclisdən çıxdıq, bir material, Rəşadın bir materialı vardı, onu yazmaq lazım idi, çıxış eləməli idi hansısa verilişdə. Dedim, gedək oturaq bizdə, oturaq yazaq səhərəcən. Gəldik, oturduq, yazdıq. Həmin günü də sabahsı günü, yəni səhər, bir verilişə çağırmışdılar. Aynes kanalında o vaxtı Yerimiz məlumatında bir veriliş var idi. Ora çağırmışdılar. Axşam saat, təxminən saat 4-də ya 5-də efirdə olmalıydı. Neysə, səhərə yaxın yazımızı yazdıq, qutardıq, səhərə yaxın yatdıq. Mənə də deyib ki, mən saat 4-də oyat. Yox, daha doğrusu mənə deyib ki, mənə saat 1-də oyat. Mən gedim evə, əynimi zadımı dəyişim, içinməliyim, verilişə hazırlaşım, gedim verilişə. Demək yaxşı. Saat 1-də nə qədər elədim, oyada bilmədim Rəşad. Oyanmır da, o adam sirkəliysən, Allah saxlamışdı, özü də cüssəlidir. Sirkəliysən, yuxuda yumruq təpi yatır da, yəni dediyim kimi, mənim canım cəsədim göz qabağında, Rəşadın canının yumruğu mənə tutsaydı, 4 dənə yerdən sat verəm. Ona görə baş qoşmadım. Dedim, yox, qoy biraz da yatsın. Yatdı. Saat oldu 2. Nə qədər elədim, oyada bilmədim. Saat oldu 3. Nə qədər elədim, oyada bilmədim. Və saat, mən əl üzdüm. Dedim, daha bu verişə getmədi. Bundan sonra da hara saat düşdü. Gözlədim, bu asan oyansın. Təxminən özüm də uzandım, məni də yuxu apardı. Saat haradasa 4-dür. Mən oyağam. Bu da saat 5-də verilişdə olmalıdır. Oyandı. Durdu, oturdu belə, uzandı yatağın
içində, başının da üstündə saat var. Deyirəm ki, bəs sən verişə getməliydin axı, mənə deyirdin saat 1-də oyat məni, saat mən səni bayaqdan neçə dəfə eləmişəm, oyada bilmirəm. Bu da duranda saata baxıb. Görüb ki, saat 4-dür, 5-ə işləyir. Mən deyirəm ki, bəs sən verilişə neyinirsən, bəs getməyəcəksən. Deyir, saat neçədir ki? Deyirəm, deyə saat başımın üstündə, bax da. O duranda bilirəm ki, baxıb da. Belə nəzərlərlə baxır, qıraqdan baxan elə bilir ki, elə görsən ki, bu qorxur saata baxmaqdan, çünki də oradan da verişə az qalıb. Elə baxır, düz işləyir o. Deyirəm, hə, düz işləyir. Verişə çatmaq lazımdır, buna çatmaq lazımdırsa dur gedək də. Durduq, qaçdıq, nə bilim, bir tər, axır, tələm-tələsik yoluna qoyduq. Getdi, çatdı, verişə çata bildim. Sənəti barəsində zaten yetərli qədər məlumat var, hamımı təsdiqləyir. Mən də təsdiqləyirəm ki, Rəşad bir nömrə mənim üçün meyxana deyəndi. Hətta məclislərin birində bir qafiyə oldu, rədəfsiz ağındadır qafiyə, belə dəniz qırağındadır qafiyəsində. Qafiyə açılandan qulaq sözü beynimdədir ki, çıxardım, elə fırladırdım, həllədirdim, gördüm, yox, nəsə xoşuma gələn bir şey yoxdur, elə. Durdu adam, bir yarım dəqiqə içində onu çıxartdı, belə baxdım, deməm, kompüterdə bu adam bu sözü necə çıxardır. Yadımda qalan xoş bir şey də deyərdim ki, Allah onun Yusif balasını, ümumiyyətlə balalarını xoşbəxt eləsin. Yusif balasının toyunda elə bir moment oldu ki, kababçılar kabab satdıra bilmirdi, mən lülə çəkirdim. Görənlər görüb onu. Kömək elədim, biraz lülə çəkirdim. Bir gördüm, fırlandı bir nəfər yaşa, neyinirsən? Toy, mənim qardaş toydur da, biz bura nöşkəmişik qulluq eləməyə. Sonra gördüm, toydan sonra yıqmışım ki, pişirdiyin lülələri var idi ya, deyirəm, mən bilirsən də kim idi? Deyirəm, dostlarımızı, deyirəm, mən bilirəm kim idi. Əziyyət falan elə. Rəşad doğrudan da yaxşı dostdur, qardaşdır. Karantin dövründən çox belə sıx münasibətimiz başlamışdı. İndi də ara sıra xəbər alınan qardaşından. Sağ olsun, o da bizi xəbər alır. Allah tezliklə onu sevənlərinə qovuştursun. Rəşad yenə də deyirəm, sonda bu bizim millətin oğludur. Bizim sənətə lazımlı adamdır, dəyərli, lazımlı, vacib adamlardan biridir, sütundur. Meyxananın sütunudur, tezliklə azaldığına qovuşmağını arzu edirəm. Qaldı ki, Rəşad Dağlının sənəti barədə düşünürəm, mümkündür, yəni bu formada bir çox insanlar onun sənəti barədə müəyyən ifadələr işlətsinlər. Sözsüz meyxana üçün çox lazımlı, çox yüksək bir fiqurdur. Meyxana demək, bacarığı, qabiliyyəti, istidadı, yəni bunu hamı bilir ki, mükəmməl formadadır. Xüsusilə meyxananın dəyişmə tərəfini götürsək, mən həmişə bu ifadəni işlətmişəm, istər öz dostlarımız, istər meyxana həvəskarları, istər meyxana deyənlər olsunlar. Bilənlər bilirlər də mənim, Allah rəhmət eləsin, vüqara böyük simpatiyam olur meyxanada. O fikir baxımından, o biraz dini üslubda dediyim meyxanalardan. Amma yerində cavab vermək, dəyişmədə meydanı ələ almaq qabiliyyəti demək olar ki, Rəşadda çox yüksək səviyyədə idi və digər meyxana deyənlərdən də ən üstün olan cəhəti o idi. Yəni, meyxana barəsində çox mükəmməl siyasətə malik olan, deyərdim ki, bir nömrəli meyxana deyəndir. İnşallah hamımızın, düşünürəm ki, bütün meyxana sevərlərin istəyi, arzusu Rəşadın tezliklə azadlığa çıxmağıdır. Bu birinci növbədə sözsüz ki, öz övladlarına, öz ailəsinə
o qovuşmağı üçün olan bir arzu istəkdir. Belə deyərdim, Allah tezliklə Rəşadın qapısını açsın, inşallah tezliklə onu azadlığına qovuştursun. Düşünürəm ki, Rəşadın həm doğmalarının, həm də meyxana sevərlərin ən böyük istəyi onun tezliklə azadlığına qovuşmağıdır. Ümumiyyətlə bizim bir yerdə gördüyümüz işlərin hamısında belə bir adətimiz vardır. Məsəl üçün, bir həftədən sonra hansımızsa və yaxud elə ikimiz də və yaxud haradasa çıxış eləməliyik. Bilirik ki, burada çıxış eləmək üçün nəsə yazıb hazırlamaq lazımdır. Bir həftə vaxtımız var. O bir həftə ərzində o şeyi yazmaq bizim yadımıza düşmürdü. Bir gün qalmış, sabahsı gün bu çıxışı təqdim eləmək lazımdır. Bir gün qalmış, gecədən otururduq. Elə bir qalan vaxtları əlimizdən alıblar. Gecədən otururduq, səhər də yuxusuz dururduq, gedirdik həmin işi görməyə. Ancaq sizi inandırım, indi mən hamısı yadımda deyil, ancaq fikirləşsəm bəlkə də yadıma salaram. O bir gecənin içində yazıb hazırladığımız həmin o materiallar, inandırım sizi bəlkə də o bir həftə ərzində biz yavaş-yavaş tədricən yazsaydıq, o cür alınmazdı. Biz Rəşadla bir gecənin içində neçə dənə materiallar var ki, siz əksəriyyətini eşitmişsiniz. O materiallar bir gecənin içində araya çıxıb, yəni yazılıb. Hansı ki, vaxtımız çox olub. Amma nədənsə həmişə son vaxtda, son günə saxlamışıq və çox da gözəl yazılar alınıb. Mən tezliklə Allahdan Rəşadın bağlı qapısının açılmasını və tezliklə Rəşadı sevənlərə və Rəşadın sevdiklərinə qovuşmasını arzulayıram. İnşallah. Və bir neçə illər belə toylar, məclislər, sonra artıq özünə bir gözəl heyət yaratmağı bacardı. Belə deyək ki, o istedadlı meyxana deyənlər var idi ki, hansılar ki, onlardan da başına topladı, bir heyət yaratdı. Onlar da o heyətlə toylarda maşallah da artıq o deməyə ehtiyac yoxdur ki, gözəl meyxanalar da oldu, o da oldu, bu da oldu. Amma mən bəzi meyxanalar oldu ki, bəzi artıq musiqili meyxanalar çıxandan sonra bəzi şeylər oldu ki, onlarla bəzi narazılıqlarım oldu, danışdıq. Sonra bəzən o meyxana ilə başqa nəsə bəldiyə meyxana haqqında danışmasaq da olar. Bəzi şeylər oldu ki, o şeylər olmasa daha yaxşı olardı. Amma belə bunlar belə bir heyət yaratdılar. Bu heyətlə də artıq tanındılar. Toylarda gözəl iştirak edir, toylarda şou yarada tanıtdılar özlərini və bugünkü Rəşad da gənc meyxana deyənlərin də yəni ağlında çoxları da özünü ona oxşatmaq istəyir, amma Rəşadda çatışan cəhətlər çox idi. Rəşad məsələn meyxananı qışqıra deyirdi. Bəzi gənclər çalışır qışqıra desin. Söhbət qışqırmaqdan getmir ki, Rəşad həm qışqırırdı, həm də qışqırmaqla bağlı Rəşadın sözü var idi qışqırırdı. O sözü qışqıra deyirdi. Həm də qışqır sözdür, mən o nə qışqırırsan da mən deyərlər ki, bir sözdür də. Rəşadda bu şeylər məsəl üçün alınırdı. Rəşad idarə eləməyi də bacarırdı və bizim sonra bəzən oldu da bizim o mehribançılığımızın ortamıza bəzən hansısa bir qüvvələr daxil oldu. Ona məndən, ondan bir iki dənə aramızda soyuqluqlar olan vaxtlarımız da oldu. Amma nə qədər soyuqluqlarımız olsa da belə bizim şəxsi münasibətimizdə birimizə qarşı bəzi hədlər var ki, o hədləri nə o tərəfdən, nə bu tərəfdən keçilmədi. O prinsiplər qaldı sənət çərçivəsində və sənət çərçivəsində də həll oldu və bugünkü günü də yəni və sənət çərçivəsində həll oldu və elə oldu ki, bizim aramızda özümüz çətini bir dəfə görüşüb söhbət eləyənə qədər idi ki, bizim mehribançılığımız kəndə öz yerində idi, öz qədərində idi, hər şey öz qaydasında idi ki, bizim neçə illərdə Rəşadla toylar bölüşdük, səhnələr bölüşdük, səfərlərdə olduq. Neçə dostlarımız var ki, neçə çıxma meyxanalarında, stolüstü meyxanalarda həmişə bizim meyxanalarımızda gözəl alınıb Rəşadla. Hətta ədavət olan vaxtımızda da gözəl alınıb, mehriban deyən vaxtlarımızda gözəl alınıb. Mən onun bir şair kimi Rəşadı alqışlayıram. Şair kimi gözəl şairdir.
yəni o da meyxana aləmdə öz sözünü demiş, meyxana deyəndir. Bugünkü gün dardadır, Allah onun köməyi olsun, Allah onun qapısını açsın. Mən onun yanındayam, həmişə belə yanında olmuşam, amma bugünkü gün onun daha çox yanındayam ki, o dardadır. Allah onun qapısını açsın, tezliklə çıxsın, azadlığa gəlsin, yenə də qoşulsun meyxana heyətinə, sənətkarlara, dostlara və bəlkə də o köhnə meyxana deyənlərlə bir cincinə verib bu meyxanaya ümumiyyətlə bugünkü günü mütləq bir çərçivə qoymaq lazımdır. Mütləq bu çərçivə qoymaq lazımdır ki, nəsə eləmək lazımdır ki, bu meyxana gələn nəslə qarma-qarışıq belə bir pərakəndə şəklində getməsin. Bunu eləmək üçün bir-iki köhnə meyxana deyənlərdən, cəmaatın qəbul edən meyxana deyənlərdən bir-iki nəfər lazımdır ki, biz ələ verək, bunu düzəldək ki, bu belə getməsin. Onlardan biri Rəşaddır ki, Allah qapısını tezliklə açsın, gəlsin, birincisi öz ailəsinə qovuşsun, ikincisi də sənətin də özünün ehtiyacı var, elə sənətkarlara, elə sənətkara. Allah Rəşadın kömək olsun, Allah onun qapısını açsın, Allah onun azadlıq qismət eləsin. Rəşad haqqında yenə də deyirəm, çox şey danışa bilərəm. Prosta bizdə kotejdə bir toy olmuşdu. Orada mən qafiyə tutmuşdum. Kotejdə hər kəs biri-birinə can deyir, can eşidir. Mən orada şahidi oldum ki, Rəşad meyxana ilə şahmat oynayır. Yəni o 2 gedişi, 3 gedişi qabaqcıdan bilən şahidi. Niyə? Yəni ona sübutum da var. Məndən soruşdu ki, Seyid müsəlman deyilib. Dedim, yox, deyilməyim. Dedi, demə. Mən yaxşı. Durdu qayıtdı ki, Aydın, sən canavar o yandasan, şirdi yanıb bu yanda. Dur bura gəl, temamızı 2 dənə doğuşan eşidir. İndi o şəhərlər, indi o məclisə baxanlar bilirlər. Avtomatik bildi ki, o 2 nəfərdən biri buna heyvan deyəcək də, indi qafiyə uyğun. Şəhərlərdən biri qayıtdı ki, biz çəkilək bir qırağa, heyvanı heyvan eşidir. Rəşad durdu, dedi ki, mən Rəşadam, hamı bilir meyxananın atsanı. Bu da mənə heyvan deyərək güya tutur nöqsanı. Ona qalanda Əliyə deyiblər Allahın aslanı. Ay həcc danışanda quş buraxma, müsəlman eşidir. Yəni mən orada gördüm ki, yəni Rəşad çox fenomenal şairdir. Yəni həqiqətən də bu kişi meyxana ilə şahmat oynayır. Elə deyirəm, Allah qapısını açsın. İnşallah tezliyinə ailəsinin, balalarının, dostlarının yanında olsun. İnsan kimi də gözəl insandır. Şair kimi də əvəz olunmazdır. Arada mən ondan çox məclislərdə olmuşam. Sonra axır zamanlar biraz o getdiyi məclislərdən mən görsənmirdim. Yenə də dostluğumuz, qardaşlığımız öz yerindeydi. O mikrofonu götürəndə bilirdi ki, orada meyxana deyən var. Səsi gələndə həm də səliqə səhman olurdu. Gözləyirlər ki, görək bu nə deyəcək, bu nə deyəcək, necə başlayacaq, necə. Haçan o dedi ki, meyxanaya başlayaq, o vaxt başlanmalıdır. Haçan bir dənə dedi ki, bəsdir. Bəsdir. Cəmaat da buna qulaq asırdı. Çox istəyirdilər bunu. İndi də istəyirlər. Allah canı sağ olsun, Allah qal. Yenə də azadlığa qovuşacaq, yenə də çıxacaq meydanlara. Onun insanlığı sənətindən çox uzadadır ya. İnsanlığı sənətindən çox uzadadır. Sənətkar kimidir ki, əvəz olunmaz sənətkar da bu insan. Mən şəxsən onu belə baxıram toyda. O kupleti deyəndə mən qulaq asıram, öz bildiyim də yadımdan çıxır ki, bundan sonra mən nə deyəcəm? Yəni düzdür, mən son zamanlar az düşmüşəm, amma əvvəllər biz onunla təkbətək nə qədər meyxana demişik, Yasamalda olsun, Binəqətdə olsun. Və çəkilişlər, indi həmin çəkilişlər və kasetlər, indi o kasetlərdir də. Allah canı sağ olsun, çox gözəl sənətkar Rəşad. Allah qapısını açsın, ailəsinə qovuşsun, yenə də meydanlarda olsun. Rəşad Dağlının doğum gününə ithafən. Ruhu azad kimsəsən, cismin təki azad ola. Sən qayıt gəl ki, səni ruhən sevənlər şad ola. Ən mübarək gündədir məhbəsdəki mövlud günün. Doğma insanlar gərək bir gün yox, hər gün yad ola. Kaş sənə tənə vuranlar sən kimi övlad ola. Kaş səni fəhm etməyənlər sən kimi ustad ola.
Valideynin naləsindən az qalıb dağ titrəyə, dostların göz yaşlarından az qalıb dərya dola. Kaş sənin ismin dəmadəm eşqə layiq ad ola. Kaş Rəşad azad ola, Allah ona imdad ola. Karanlık kalan yerlerden herkese salamlar.